Salam əziz şagirdlər. Bu video izahımda bir məchullu tənliklər və məsələlərdə kvadrat üçədlinin funksiya üzərindən, yəni əsas tənliklər məsələsindən toxunuruq. Məsələn, belə bir kvadrat üçədli ümumi olaraq ax kvadrat üstəgəlsin bx üstəgəlsin c bərabərdir 0. Bu formada verilmiş ümumi kvadrat üçədlinin bir formasıdır, tənliyi. İndi gəlin kvadrat üçədli haqqında məlumat verək. Birinci növbədə kvadrat üçədlinin tənliyi köklərini tapmaq üçün diskriminantdan istifadə edirik. D bərabərdir b kvadrat çıx 4ac. Tənliyin kökləri x1 olur. Deməli, mənfi b çıx kök altında d bölünsün 2a. İkinci kökü isə x2 bərabərdir mənfi b üstəgəl kök altında d bölünsün 2a. Bu ümumi hər hansı kvadrat tənliyin, kvadrat üçədliyin köklərinin tapılmasıdır. Və əlavə olaraq da bu köklərdən istifadə edərək biz bunu vuruqlara ayıra bilirik. Vuruqlara ayıranda isə hər hansı kvadrat üçədlinin vuruqlara ayıranda A vurulsun. A əmsalını unutmamaq lazımdır. A vurulsun, x çıxılsın x1, x çıxılsın x2 vuruqlara ayrılma forması olur. Yəni, buradan məsələn tənliyin kökləri tutam ki x1 5, x2 tutam ki 4 olan bir kvadrat üçədlini quraq. Olur belə x kvadrat çıxılsın, deməli 9x üstəgəlinsin 20. Bərabərdir 0. Belə bir tənlik olur. Tənliyin kökləri 5, 4'dür. Ona görə biz vuruqlara ayıranda burada A əmsalı 1 olduğu üçün burada A əmsalı 1 olduğu üçün artıq A əmsalını yazmağa ehtiyac qalmır. Olur x çıxılsın 5, vuruqları x çıxılsın 4. Yəni bu vuruqları açsan, yenə də eyni ilə bu ifadəni almış olarıq. Bu hələ sadə bir şeylərdir. Yəni bu vaxta kimi tam dəqiq biləcəyimiz bir şeylərdir. Bəs kvadrat üçədlidə başqa nələr var? Kvadrat üçədlidə ən çox adamı hansı suallardan çaşdıra bilərlər? Birinci Weyert teoremində də toxunum. Ondan sonra kvadrat üçədlinin funksiya üzərindən, qrafik üzərindən göstərəcəm. Weyert teoremində nə deyir? Weyert teoremində kvadrat üçədlinin tənliyin köklərinin cəmi, yəni x1 plus x2, bax burada mənfi b, rəngi dəyişək, mənfi b bölünsün a, tənliyin kökləri mənfi b bölünsün a, köklərinin hasili isə c bölünsün a olur. Burada da yenə də a əmsalını, yəni a əmsalı olmayan bir kvadrat tənlik çevrilmiş kvadrat tənlikdir. Məsələn, tutalım ki 2x kvadrat çıxılsın 6x üstəgəlsin 8 bərabərdir 0. Belə bir formada verilmiş kvadrat tənlik. Məsələn, tənliyin köklərinin cəmini soruşursa x1 üstəgəlsin x2 bərabərdir mənfi. Burada da b mənfi olduğu üçün, yəni mənfi düsturun özündədir. Bölünsün 2, 3. Hasili isə 8 bölünsün 2 olur 4. Amma bunu çevrilmiş vəziyyətdə, yəni siz bunu həmişə bu formada əgər bir tənlik veribsə, sən tənliyin köklərinin cəmin həmişə A əmsalına bölməlisən. Yox, sizin qarşınızda çox vaxtı məsələn düsturlar demək olar ki, məktəb dərsliklərində də elə bu formada çevrilmiş vəziyyətdə, yəni üstəgəlsin 4 bərabərdir 0 bu formada göstərilir. Həqiqətən də buradan baxanda x1 plus x2 3'ə, x1 vur x2 isə 4'ə bərabərdir. Yəni sizin həmişə çevrilmiş kvadrat tənlik formasında verilməyəndə A əmsalına bölmək lazımdır. Çevrilmiş kvadrat tənlik dediyimiz, məsələn tutalım ki ax kvadrat üstəgəl bx üstəgəl c-ni çevrilmiş kvadrat tənlik çevirmək üçün belə deyək ki, A əmsalına bölmək lazımdır. Məsələn, ax kvadratını a-ya böləndə qalır x kvadrat, bx üstəgəlsin b bölünsün ax, üstəgəlsin c bölünsün a bərabərdir 0 şəklinə düşmüş olur. İndi kvadrat üçədlidə ən çox nələrə rast gəlirik? Kvadrat üçədlidə ən çox rast gəldiyimiz bir şeylər, məsələn, funksiya üzərindən göstərəcəm bunu. Fikirləşin ki, belə deyək, tənliyin
tənliyin iki həqiqi kökü var. İki həqiqi kökü var. İki həqiqi müxtəlif də yazaq da. Müxtəlif. Belə yazaq. Çəkib tərəfə biraz. Belə yazaq. Belə. İki müxtəlif həqiqi kökü var. Bunun üçün nə şərt olmalıdır? Bunu funksiya kimi baxsan, hər hansı məsələn fx bərabərdir ax kvadrat üstə gəlsin bx üstə gəlsin c ifadəsinə funksiya kimi baxanda biz bilməliyik ki, kvadrat üçədlinin iki kökünün, iki həqiqi kökünün olanda həmin funksiyanın qolları x-ı iki nöqtədə kəsir. Məsələn, hər hansı x1 və x2-də. Burada x1 və x2-yə tənlik olanda köklərdir, köklər. Funksiya olanda funksiyanın sıfırları deyirlər. Funksiyanın sıfırları. Sıfırları. Bax, bu vəziyyət hansı funksiyaya aiddir? Deyək ki, a böyükdür 0, yəni a əmsalı 0-dan böyük olanda parabolanın qolları yuxarı olur və d də böyükdür 0. Niyə müəllim d böyükdür 0 oldu? Çünki diskriminant 0-dan böyük olmalıdır ki, bax, bura baxın, burada cüt dərəcədən kökün altında d var. Cüt dərəcədən kökün altında d olduğu üçün təbii ki, müsbət ədəd olmalıdır ki, kök çıxsın və yaxud da kök çıxmasa da, yəni tutalım ki, məsələn, belə bir şey, kök altında 32, yəni mənası olmalıdır da ən azından. Ona görə diskriminant 0-dan böyük vəziyyətində baxmalıyıq buna. Tənliyin ki, həqiqi müxtəlif kökü var. Və yaxud da bu olmasın, məsələn, a, bu a kiçikdir, a böyükdür 0 şərtinə uyğundur, belə deyək. Ola bilər ki, burada a 0-dan kiçik olar, məsələn, qrafik olar belə. Bu formada olar qrafik. Yenə də fərqi yoxdur. Burada tənliyin x1, x2 kökləri olur. Sadəcə burada məsələ nədir? A 0-dan kiçikdir, yenə D 0-dan böyük şərt olur. Yəni bir sözlə, tənliyin iki həqiqi müxtəlif kökünün olması üçün diskriminant 0-dan böyük şərtinə baxmalısın. Məsələn, buna uyğun bu formada bir misal işləyək, baxaq. Tutalım ki, bizə belə bir sual verir. X kvadrat üstə gəlinsin, m çıxılsın 1 x, deməli, üstə gəlinsin 3 bərabərdir 0. Yaza bilərik ki, m-in hansı qiymətlərində tənliyin iki müxtəlif həqiqi kökü var. İki müxtəlif həqiqi kökün olmaq üçün diskriminant 0-dan nə olmalı idi? Böyük olmalı idi. D bərabərdir. B kvadrat, yəni m çıxılsın 1-in kvadratı çıxılsın 4 ac. A-nın yerində 1-dir, C-nin yerində də 3. Böyükdür 0-dan. Açsaq m kvadrat. İndi ola bilsin ki, bu misalı özümdən verdim deyə, məsələn, köklər çıxmaya bilər. Məsələn, 2m üstə gəlinsin 1, çıxılsın 12 böyükdür 0. M kvadrat çıxılsın 2m, çıxılsın 11 bərabərdir 0. Daha doğrusu bərabər yox, böyükdür 0. Tənliyin kökləri burada yenə bunun üçün diskriminant D bərabər B kvadrat üstə gəlsin 4 arası 44, 48 olur. Bərabərsə çevrilir. Artıq tənliyin bir kökü olur. Deməli 2 çıxılsın 48-dən kök çıxır 4 kökdə 3 bölünsün 2. İkinci kökü isə 2 üstə gəlsin 4 kök 63 bölünsün 2. Ədəd oxunda baxsaq 0-dan böyük hissəsinə bu iki kökü də qeyd edirik bu formada. Yəni, bərabərsizlikdir artıq. 2 üstə gəl 4 kök 63 bölünsün 2. Məsələn, intervallara ayırsaq bunu. Bundan artıq müsbətdə bir ədəd, mənfidə bir ədəd. Bunu m-i müsbət olduğu üçün müsbət, mənfi, müsbət aralığa bölünür. Bizdən də böyük soruşduğu mənfi sonsuzluq. Mənfi sonsuzluq. Bura, yəni bu ədəd birləşir. Bu ədəd müsbət sonsuzluq. Bu qaydada gedir. Yəni diskriminantın 0-dan böyüyünə baxmalısan, kifayət eləyir. Kvadrat üçəddən söhbət gedir. Yox, burada
diqqətli olacağımız bir hissə də var. A əmsalı 0 olmamalıdır. Kvadrat üçədli olması üçün A əmsalı 0 olmamalıdır. Əgər A əmsalı 0 isə təbii ki, o kvadrat üçədli haqqında heç danışmanın dəyməz. İndi ikinci şərt. Tənliyin bir kökü var. Bir kökü. Söhbət kvadrat üçəddən gedir, kökü var. Yəni bir kökü olmaq məsələsi ya da iki bərabər kökü var. İki bərabər kökü var. İki bərabər kökü olmaq məsələsini qrafik üzərindən baxsaq bu formada olur da. Məsələn, tənliyin bir kökü varsa belə deyək. Məsələn, adi funksiyanın qrafiki parabola. Gəlir elə bir ki, bu koordinat şəbəkəsinə toxunur. Bir nöqtədə toxunur. Fərq eləmir, burada da toxuna bilər. Burada da toxuna bilər. O artıq funksiyanın təpə nöqtələrindən asılı olan bir şeydir. Yəni, onu imenli demək olmaz ki, harada toxunur, verilən funksiyadan və ya tənlikdən asılıdır. Bu şərtdə də A böyükdür 0, D bərabərdir 0 şərtidir. Bu şərt isə A kiçikdir 0, parabolanın qolları aşağı, D bərabərdir 0. Yəni, tənliyin bir kökü olması üçün diskriminant 0-a bərabər olmalıdır. Məsələn, buna uyğun bir dənə misal yazsaq, tutalım ki, məsələn, 2x kvadrat üstə gəlinsin 5x, çıxılsın, tutalım ki, A üstə gəlsin 3, bərabərdir 0. Bizə deyir ki, A-nın hansı qiymətində? Artıq qiymətlərində sözü demir. Çünki bərabərsizlik yoxdur. Birbaşa belə deyək ki, diskriminantın 0 olduğu qiymətdir. A-nın hansı qiymətində tənliyin bir kökü var və yaxud da iki bərabər kökü var və yaxud da ki, funksiya bir nöqtədə, koordinat şəbəkəsində bir nöqtədə toxunur. Belə bir sözlər də ola bilər. Demək olar ki, eyni mənalı sözlər olan hamısı. Diskriminantı 0 eləmək kifayətdir. D bərabərdir B kvadrat, yəni 25 çıxılsın 4A C, 4 vur 2A C. Bax, C əmsalı dediyimiz buranın hamısını götürməlidir. Yəni, durub A üstə gəl 3'ü yox. Çünki bu ümumi C'dir və C'nin qabağında mənfi var. Ona görə müsbət yazıb A üstə gəl 3'də yaza bilərsən və yaxud da ki, birlikdə mənfi A plus 3'ə vura da bilərsən. Belə yazsaq, belə yazmayaq. Qarışmasın fikir, ən yaxşı ilə mənfi A üstə gəlsin 3'ə vur, bərabər ilə 0'a. İndi, deməli, 25 çıxılsın 4 kere 2, 8 vuranda 8A, çıxılsın 24, 4 kere 2, 8, 8, 3, 24 bərabər 0, 8A bərabərdir. Deməli, mənfi 1, A da bərabərdir, mənfi 8-də 1. A-nın 8'də 1 qiymətinə tənliyin bir kökü olmuş olur. Sonra, tənliyin həqiqi kökü yoxdur. Tənliyin həqiqi kökü yoxdursa, bax, tənliyin kökü bu idi də, x1, x2, mənfi b plus minus kök altına d bölünsün 2'ye. Bax, bu kök cüt dərəcədən olduğu üçün, yəni, tənliyin kökündən danışırıqsa, biz söhbət həqiqi kökündən gedir. Həqiqi kökündən danışırıqsa, ya diskriminant 0-dan böyük olmalı, ya da diskriminant 0-a bərabər olmalı ki, kök olsun da, yəni. Kök çıxmağı şərt deyil, ha. Kök altının mənası olsun. Məsələn, 36 da ola bilər kök çıxa da bilər. Və yaxud da 35 də ola bilər. Yəni, heç bir fərqi yoxdur. Yəni, kök mənası olsun kök altı ifadən. İndi fikirləş ki, diskriminant 0-dan kiçikdir. Diskriminant 0-dan kiçikdirsə, sən belə alımsan, mənfi 30. Cüt dərəcədən kökün mənası varmı? Yoxdur. Yəni, üçüncü belədir. Həqiqi kökü yoxdur və yaxud da ki, tənliyin həlli yoxdur. Tənliyin həlli yoxdur. Yəni, eyni yenə də sözlərdir bura. Tənliyin həlli yoxdur və ya həqiqi kökü yoxdur deyirsə, diskriminant 0-dan kiçik olmalıdır. 0-dan kiçik bərabər yox, ha. Kiçik bərabər demək artıq bir kökü var deməkdir. 0-a bərabərdir. Amma 0-dan kiçikdir demək, deməli, həqiqi kökü yoxdur. Həqiqi kökü olmayan, məsələn, ifadələr üçün hansı hesablar gedir? Həm də tənliyin kökü də funksiya kimi də baxsaq,
Həqiqi kökü olmayan bir funksiyanın qrafiki bu formada olur. Ya bu formadadır. Məsələn, burada A böyükdür 0, D kiçikdir 0. Həqiqi kökü yoxdur. Və yaxud da ki, belə bu formada da ola bilər. Parabola kimi çəksə bu formada da ola bilər. Min Y-ə toxuna bilər, Y-i kəsə bilər, Y-ə heç aidiyyəti yoxdur bu məsələn. Məsələn, parabola belədir. Fikirləş. Yəni Y-ə toxunur. Y-ə toxunmanın bu məsələyə aidiyyəti. Funksiyalar üçün də video çəkəcəm. Orada bunları tam başa salacağım. Yəni Y-ə toxuna bilər, Y-i kəsə bilər, amma söhbət X-dan gedir. X-i kəsmirsə, deməli həqiqi həlli yoxdur. Burada isə A 0-dan kiçikdir, D də 0-dan kiçik olur. Tənliyin həqiqi həlli yoxdur. Məsələn, tutalım ki, belə bir tənlik yazar. X kvadrat çıxılsın 2x, məsələn, üstə gəlinsin 5 bərabərdir 0. Məsələn, bu tənliyin köklərini tapmağa çalışsan, D bərabərdir B kvadrat, çıx 4-ası 4 kere 5 20, mənfi 16. Mənfi 16-dan kök çıxmır. Ona görə tənliyin həqiqi kökləri olmur. Amma Weyert teoreminə görə tənliyin köklərinin cəmini tapa bilərsən. Məsələn, sənə deyə bilər ki, bu tənliyin köklərinin cəmini tap. Köklərin cəmi olur 2. Yəni, mənfi B bölünsün A-ya görə. Hasilini tapa bilərsən 5. Yəni, orada problem yoxdur. Kompleks köklərə görə. Həqiqi kökləri olmayanda əsas bizə nə cür suallar verirlər? Həqiqi kökləri olmayan tənlik üçün bəzi halda bizə belə bir şərt, məsələn, A variantı kimi yazıram, belə bir şərt verirlər. Tənliyin həlli həmişə müsbətdir. Bax, həmişə müsbət. Həmişə müsbət dediyi nə deməkdir? Məsələn, funksiyanın qrafikini belə çəkirəm. Fikirləşək. Məsələn, belə bir qrafik çəkirəm. Tutalım ki. Qaldıraq yuxarı. Belə eləyək. Belə yuxarı qaldıraq. Məsələn, bu vəziyyətdə parabola qolları X oxunu kəsirmi? Bax, belə olsa, 2 dənə kök olar. Belə olsa, toxunsa, bir kök olar. Amma bu vəziyyətdə olduğundan parabolanın qolları nə toxunmur, nə də X-i kəsmir. Kəsmirsə A 0-dan böyük, D 0-dan kiçikdir. Amma burada bir iş var ki, bu vəziyyət həmişə müsbət olur. Niyə həmişə müsbət olur? Bax, fikirləş, bu təpə nöqtəsidirsə, bu funksiyalarda deyəcəm, bu təpə nöqtəsidirsə tam, təpə nöqtəli. Buradan o tərəfdə aldığı məsələn hər hansı, məsələn, burada tutalım ki, x1 olsun. x2-də nə alır? Hər hansı y2 müsbət. Və yaxud da x3-də nə alır? Yenə, tutalım ki, hər hansı y3 yenə müsbət. Yəni, həmişə müsbət olur. Həmişə müsbət olması üçün şərtimiz bu olmalıdır. A 0-dan böyük, D 0-dan kiçik. Məsələn, bir dənə mənim nümunə göstərə bilərsiniz, göstərək. Tutalım ki, x kvadrat, məsələn, çıxılsın 2x, üstə gəlinsin, m çıxılsın 1, bərabərdir 0. Mənə şərt verir. M-in hansı qiymətində və yaxud da M-in hansı qiymətlərində, belə deyək də, X-in istənilən qiymətində müsbətdir. Məsələn, bunun funksiya kimi baxırıq da, müsbətdir. Bu fx kimi baxsaq, X-in istənilən qiymətində müsbətdir. M-in hansı qiymətində? Yəni, X-a nə verirsən ver, həmişə müsbət olur. Sən də bilirsən ki, A 0-dan böyük qrafikə görə, yəni əzbərləmə ehtiyac yoxdur bunu. Diskriminant 0-dan kiçik şərtində. Baxaq, D bərabərdir B kvadrat, yəni 2-in kvadratı, çıx 4AC, 4AC. A-mız 1-dir, D-miz kiçikdir 0-dan. 4 çıxılsın, 4M üstə gəlsin, 4 kiçikdir 0-dan. Mənfi 4M deməli kiçikdir, mənfi 8, M böyükdür 2-dən. Yəni 2 müsbət sonsuzluq şərtində M-in həmişə müsbət olur. Bir də şərt var, Həmişə mənfi. Həmişə mənfi. Həmişə mənfi şərt isə bu formadadır.
Həmişə mənfi. Məsələn, qrafik tutalım ki, belədir. Qrafik belə olanda həmişə mənfi olur. Bu qrafik nədir? A sıfırdan kiçik, yenə D sıfırdan kiçikdir. Niyə? Buna bax. Tutalım ki, təpə nöqtə x1, y1. Və yaxud da buna bax. Məsələn, x2, y2. Və yaxud da hər hansı. Bunu çəkməyək. Buradan çəkək. Tam uyğun gəlsin. Məsələn, hər hansı x üçün, x3 üçün, belə deyək, y3 uyğundursa, həmişə mənfi olur. Aydın oldu mu? A kiçikdir 0, D kiçikdir 0 şərti mütləq ödəməlidir. Həmişə müsbət. Amma diskriminantın 0-dan böyük, məsələn, diskriminantın 0-dan böyük şərtində sən deyə bilməzsən. Həmişə müsbət, həmişə mənfiliyi haqqında diqqətli olmaq lazımdır bu cür misallarda. Bir də xətti tənlikdən də danışım. Xətti tənlikdən də yəni sadə bir şeylərdir. Tutam ki, 4-cü başlıq kimi yazsaq, AX bərabərdir B tənliyində birinci şərt sonsuz sayda həlli. Sonsuz sayda həlli dediyi sən nə demək istəyir? Məsələn, əzbərləmişsizsə bunu tutalım ki, A bərabərdir 0, B bərabərdir 0 olanda mənim sonsuz sayda həll olur. Səbəbi nədir? Səbəbi budur, bax. A-nın yerinə 0 qoyuram. Tutalım ki, 0 vurulsun, x bərabər B-nin yerinə 0 qoyuram. Tənliyin kökü nədir? Tənliyin bu x kökü, məsələn, 2x bərabər 6-dırsa, x dəyişəni tapmaqda 3. Yəni, x-in yerinə gətirib 3-ü qoyanda 2 vurulsun 3 bərabər 6 doğru bərabərlik alınır. Yəni, tənliyin kökü budur. Tənliyi doğru bərabərliyə çevirən kökü deyək. İndi 0 vurulsun x bərabər 0. Burada x-in yerinə nə istəyirsən qoya bilərsən. Yəni, mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında nə ürəyin istəyir qoy. 0-a vursan yenə 0 eləyəcək. Ona görə sonsuz sayda həlli var. Yəni, ürəyin istəyəni qoy. Oradan gəlir. Yəni, əzbərləməyə ehtiyac yoxdur. Mahiyyətini başa düşmək lazımdır. Sonra, ikinci tutalım ki, yeganə həlli. Yeganə həlli. Tənliyin yeganə həllinin olması üçün, bax, bir dənə düşünək. Tənliyin yeganə həllinin olması üçün A sıfırdan fərqli olmalıdır. Yəni, B nə olur olsun? 0 da ola bilər, 1 də ola bilər, 5 də, 100 də yeganə həllinin olması. Məsələn, A sıfırdan fərqli. Tutalım ki, belə danışaq da, 0-dan fərqli 2 vurulsun x bərabərdir 0. X bərabər 0. Və yaxud da 2 vurulsun, məsələn, x bərabərdir 8. X bərabər 4. Yəni, hər dəfəsində, məsələn, x1, x2 yazaq bura. Hər dəfəsində x fərqli bir dənə qiymət alır. 2 dənə qiymət, 3 dənə qiymət, 5 dənə qiymət almır ki, hər dəfəsində fərqli bir dənə qiymət alırsa, yeganə həlli olmuş olur. Bir də var, həlli yoxdur. Həlli yoxdur. Həlli yoxdurun şərti budur, bax. A bərabərdir 0, B bərabər deyil 0. Həlli yoxdur. Məsələn, tutalım ki, A-ya 0 verirəm, 0 vurulsun x bərabərdir, B 0-dan fərqlisə yazıram 3. Yəni, belə bir x var ki, onu 0-a vursam 3 eləyər. Yoxdur. Yəni, belə bir x yoxdursa, deməli, A bərabər 0 şərti və B bərabər deyil 3 şərtin ödəməlidir bu şərt daxilində. İndi bunların inteqrasiya olunmuş, məsələn, bir dənə suala baxaq. Tutalım ki, bizə belə bir misal verə bilər. M çıxılsın 1. Vurulsun x bərabərdir m kvadrat çıxılsın 1. Məsələn, bizə deyir ki, m-in hansı qiymətində tənliyin sonsuz sayda həlli var. Tənliyin sonsuz sayda həllinin olması üçün A da 0 olmalı idi, B də. M bərabərdir 1. B əmsalı da budur. M bərabər plus minus 1. Yəni, biz hansını götürürük? Hər ikisini kəsişəni M bərabərdir 1-i götürməliyik. Düzdür? Bu sonsuz. Sonsuz həll. Amma sənə deyə bilər. Tutalım ki, eyni ilə bu misalı. Bu misalı burada verir. Bu dəfə deyir ki,
tənliyin həlli yoxdur. Tənliyin həlli yoxdur, yox. Daha doğrusu tənliyin yeganə həlli var məsələn şərtində. Tənliyin yeganə həlli şərtində nətər idi? A sıfırdan fərqli idi də. Yəni bura sıfırdan fərqli olmalıdır. B sıfıra bərabər ola bilər. Belə deyək də. Məsələn sıfırdan fərqli m çıxılsın 1 bərabər deyil sıfıra, m bərabər deyil 1-ə. Yəni 1-dən başqa m. Niyə müəllim? Burada 1 qoyanda sonsuz həll olur. Burada 0 olur, burada 0 olur. Amma 1-dən fərqli qiymətlərinə, məsələn, mənfi 1 qiymətində də bura 0 olur da. 1-dən fərqli qiymətlərində. Bu belə, uşaqlar. Yəni, o qədər də qısa video deyil. Sakit, səssiz, təkrarlı olaraq baxsaz, məncə çox yaxşı bir izah oldu. Sağ olun, uğurlar sizə.